Hər kəsə salam. Mən bu videoda bugün 3-cü qruplar üçün keçirilmiş blok imtahanının Azərbaycan dili suallarının ətraflı izahını verəcəm. Birinci sual. Elner-Venn diaqramına əsasən yanlış fikirləri müəyyən edin. O həmişə deyirdi ki, doğma torpaqlarımızı unutmamalı, onun hər qarşını geri qaytarmalıyıq. Görə indi bura nə yazıb? Müfrədə əvəzliklə tanımlıqlardan biri ism birləşməyinin ifadə olunmuşdur. Gəlin baxaq. Nə edirdi? Deyirdi kim? O. Bəli, o əvəzliklə ifadə olunub, yəni müfrədə əvəzliklə ifadə olunub. Tamlıqlardan biri isim birləşməyini ifadə olunmuşdur, deyir. Deməli, doğma torpaqlarımızı unutmamalı, onun hər qarşını geri qaytarmalıyıq. Nə etməli? Geri qaytarmalıyıq. Nəyi? Onun hər qarşını. Görürsünüz ki, burada tamamlığımızın biri budur. Onun hər qarşı, yəni bu isim birləşmədir. Digər tamamlığımıza da baxaq. Unutmamalıyıq. Nəyi? Torpaqlarımızı. Bəli. Bir doğru fikirdir. Yəni tamamlıqlardan biri ismi birləşməyini ifadə olunub, biri isə isimlə ifadə olunub. Bir doğrudur. Ancaq biz ikinci cümləyə də baxaq ki, bəlkə bu ortaya gedəcəkdim. İkinci cümlədə isə deyir ki, deyirdilər ki, qədimdə daş qoyub yurt salan adamın gözəl bir qızı varmış. Varmış. Nə varmış? Adamın gözəl bir qızı, yəni müfradamız budur. Hansı adamın qədimdə daş qoyub yurt salan. Görürsünüz ki, yəni ümumiyyətlə bu cümlədə tamamlıq yoxdur. Ona görə də bir doğru fikirdir. Ancaq o bizdən yanlış istədiyinə görə bunu götürməyəcək. Yəni A, D, C olmayacaq. İndi davam edək. Nümunədəki xəbərlər eyni zamanda eyni şəkildə olan feillərin ifadə olunub. Baxaq. Birinci cümləmizdə o həmişə deyirdi. Burada bizim deməli xəbərimiz deyirdi. Bir də unutmamalıyıq, bir də qaytarmalıyıq. Artıq bu görürəm ki, yanlışdır. Çünki burada sadəcə olaraq bir dənə zaman var, yəni. Amma yəni buradakı yazıb ki, xəbərlər eyni zamandadır. Yəni burada sadəcə bir xəbər zamandır. Digər xəbərlər, yəni unutmamalıyıq və qaytarmalıyıq artıq zaman deyil bunlarsa, vacib şəkildir. Ona görə də 2 yanlışdır, 2-ni götürəcəyik. Davam edək. Baş cümlənin xəbəri idi köməkçi sözü ilə işlənmiş, indiki zamanda olan sadə feildir. Baş cümləmiz bizim olacaq deməli birinci cümlədə o həmişə deyirdi. Bəli, indiki zamandadır, idi hissəclə işlənib və sadə feildir. İkincidə eyni elə. Bəli, yəni 3 doğrudur artıq. Onsuz da variantımızda da yoxdur. 4-ə baxaq. Zərflik və təyinin ifadə vasitələri eyni nitqsələridir. Baxaq. Birinci cümlədə bizim zərfliyimiz hansıdır? O həmişə deyirdi. Bəli, bir zərfliyimiz burada həmişədir. Həmişə də zərflə ifadə olunub. Baxaq görə ikinci tərəfdə zərf varmı? Doğma torpaqlarımızı unutmamalıyıq. Onun hər qarşını geri qaytarmalıyıq. Bəli. Geri də artıq burada olacaq yer zərfliyi və zərflə ifadə olunub. Yəni birinci cümləmizdən bizim zərfliyimiz zərflə ifadə olunub və təyinimiz də hansıdır? Hansı torpaqlarımızı? Doğma torpaqlarımızı. Təyinimiz də sifətlə ifadə olunub. İndi baxaq ikinci cümləyə. Deyirdilər ki, qədimdə daş qoyub yurt salan adamın, bəli, ümumiyyətlə bu cümlədə deməli, varmış nə? Adamın gözəl qızı, hansı adamın qədimdə daş qoyub yurt salan. Görürsünüz ki, burada ümumiyyətlə zərflik yoxdur, sadəcə təyin var. Ona görə də 4 yanlışdır, çünki ikinci cümlədə zərflik olmadığına görə 4 ortaya getməməli idi. 2, 4, davam edək. Əsas tərəfi feili sifətlə ifadə olunan feili birləşmə cümlənin təyinidir. Yəni ki, feili sifət tərkibi cümlənin təyini olsun. Yəni ikinci cümləyə aid edib bunu. Baxaq. Deyirdilər ki, dedik ki, varmış nə? Adamın gözəl bir qızı. Hansı adamın qədimdə daş qoyub yurt salan. Görürsünüz ki, burada bəli. Əsas tərəfi feil sifətlə ifadə olunan feili birləşmə cümlənin təyinidir. Ancaq biz baxaq görək bu həqiqətən də yəni bəlkə ortaya getməliydi, bəlkə bu yanlış fikirdir. Birinci cümlədə o həmişə deyirdi ki, doğma torpaqlarımızı unutma. Bəli, birinci cümlədə ümumiyyətlə görürsünüz ki, feili sifət yoxdur. Ona görə də 5 doğru fikirdir, yəni 5-i götürməyəcəm. Deməli bizim cavabımız olacaq B variantı. 6-ya da baxaq. Həm baş, həm də budaq cümlə müfradası buraxılmış müəyyən şəxsli cümlədir. Baxaq. Yəni bunu ikinci cümləyə yazıb. Deyirdilər ki, birinci cümlədə müfrada yoxdur, yəni bu qeyri-müəyyən şəxsli cümlədir. Görürsünüz ki, burada elə müəyyən şəxsli yazıb. Elə buradan elə baxıram ki, səhvdir bu. Yəni deyirdilər ki, qeyri-müəyyən şəxsli cümlədir, yəni müəyyən şəxsli cümlə deyil. Vəssalam. Amma həm də ki, ikinci cümlədə də mübtəda buraxılmayıb. Yəni ikinci cümlədə mübtədamız var. Varmış nə? Adamın gözəl bir qızı. Görürsünüz burada mübtəda var. Yəni mübtədası buraxılmış müəyyən şəxsli cümlələr deyil. Yəni yanlış fikirdir. Cavab olacaq B variantı. İkinci sual. Hansı cərgədəki sözlərin hamısında isə köməkçi sözü idi köməkçi sözündən sonra işlənib? Yəni birinci idi işlənib, daha sonra isə gəlib. Bəli. Bilərdisə, bəli, bilər, idi, isə, bəli. Eşidirdisə, bəli, burada da eşidir, eşidir idi və isə, bəli. Oturacaqdırsa da oturacaq idi, isə, bəli. Cavabımız olacaq burada A variantı. Digər variantlara da baxsaq, oxuyarlarsa, görürsünüz ki, burada ümumiyyətlə idi yoxdur. C-yə baxaq, yazacaqdırsa, bəli, burada var. Yazacaq idi, isə var. Görmüşdüsə, görmüş idi, isə var. Aldısa da isə artıq D, idi hissəciyi deyil. D burada elə, yəni, keçmiş zaman şəkilsidir. Yəni, aldısa.
Ona görə də bu da olmayacaq. D-yə baxaq. Yazdısa, burada da yenə də D artıq burada keçmiş zamandır. Yəni idi hissəciyi deyil. Çünki birbaşa sözün kökünə qoşulub. Y-yə də baxaq. Alacaqdısa, alacaq idi isə olar. Görmüşsə, artıq burada idi hissəciyi yoxdur. Ona görə də cavabımız olacaq A. Üçüncü sual baxaq. Verilmiş cümlələrə əsasən Euler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Düzəltmə isimlərdən biri feildən, digəri isimdən yaranmışdır. Birinci cümlədə biz düzəltmə ismimizi tapaq. Biri biçənəkdir, digəri yoncalıqlardır və başqa bir şey yoxdur. Aha, bəli. Biçənək, biçmək feilindən əmələ gəlib, doğrudur. Yoncalıqlar da artıq yonca ismindən əmələ gəlib. Yəni bir doğrudur. Ancaq biz ikinci cümləyə də baxaq ki, bəlkə bu ortaya gedəcəkdim. İkinci cümlədə axşam günəşinin işıqlarını əks etdirən asfalt yolundan bir neçə maşın gedirdi. Bu cümlədə gəlirdi. Bu cümlədə artıq yəni düzəltmə isim yoxdur. Ona görə də bir doğru fikirdir, biri götürəcəm. O cəhətdən C və Y olmayacaq. İkinciyə baxaq. Sadə və düzəltmə sifətlər işlənmişdir. Birinci cümlədə sadə sifətimiz hansıdır bizim? Yaşıl, bəli, sadə sifətdir. Ancaq düzəltmə sifətimiz burada yoxdur. Burada bizim sifətimiz var, uçsuz bucaqsız, ancaq o da sadə yox, mürəkkəb. Daha doğrusu düzəltmə yox, mürəkkəbdir. Ona görə də 2 yanlışdır. 2-ni götürməyəcəyik. O cəhətdən B-də gedir, ya A-da ya da D-dir. Davam edək. Hal şəkilçili isimlər cəm şəkilçisi də qəbul etmişdir. Bunu ortaya verib. Baxaq görə hal şəkilçili isimlərimiz varmı birinci cümlədə? Uçsuz bucaqsız tarlalar, xeyr, hal şəkilçisi qəbul etməyib, biçənəklər etməyib, yoncalıqlar etməyib və salam. Deməli, deməli 3 də artıq səhvdir. 3-ü də götürməyəcəmsə artıq cavabım olacaq D variantı. Amma biz tam izah eləyək. Şəxsi və kəmiyyətə görə dəyişən feil indiki zamandadır. Şəxsi kəmiyyətə görə dəyişən feil deyəndə, yəni feilin şəkillərini nəzərdə tutur. Və birinci cümlədə bunu ortaya yazıb. Birinci cümlədə bizim şəxsi kəmiyyətə görə dəyişən feilimiz əvəz edirdi feilidir. Bəli, o da indiki zamandadır. İkinci cümlədə baxsaq, şəxsi kəmiyyətə görə dəyişən feilimiz maşın gəlirdi. Bəli, bu da indiki zamandadır. Yəni 4 doğrudur. Deməli 1, 4, 5-ə baxaq. Ayrı yazılan, yəni bunu ikinci cümləyə verib, ayrı yazılan 2 mürəkkəb söz verilib. Yəni ayrı yazılan 2 söz axtaracağıq biz. 2 mürəkkəb söz axtaracağıq. İkinci cümlədə bizim mürəkkəb sözümüz bir əks etdirəndir, mürəkkəb feildir. Bir də bir neçə. Bəli, bir neçə var burada. Bir neçə də olacaq mürəkkəb say. Yəni burada 2 dənə mürəkkəb sözümüz var ki, ayrı yazılan. Birinci cümləyə də baxaq. Birinci cümlədə deməli mürəkkəb sözümüz hansıdır? Uçsuz bucaqsız bir burada var. Bir-birini 2 əvəz edirdi 3. Yəni artıq 5 doğru fikirdir. Yəni orta yazılmağa ehtiyac yoxdur. İkinci cümlədə 2 dənə ayrı yazılan mürəkkəb söz var. 1, 4, 5, 6-ya baxaq. Sifət və zərf işlənməmişdir. Yəni ikinci cümlədə. Axşam günəşi, axşam burada isimdir, günəş isimdir, işıqlar isimdir, əks etdirən feil, asfalt isimdir, yol isimdir, bir neçə saydı, maşın isim, gəlir də feil. Artıq bəli, doğrudur, sifət və zərf işlənməyibdir. Ancaq birinci cümlədə sifət var idi. Ona görə də yəni ortaya getməyə ehtiyac yoxdur. Cavabımız olacaq D variantı. Daha sonra 4. Feildən düzəlmiş isimlər. Baxaq. Düzəlmə deyəndə biz hara baxırıq? Sonuncu leksika qədər olan hissə. Deməli, qarışıqlıq sözünün kökü nədir? Qarış, qarışmaq, qarışıqlıq. Bizdə burada axırıncı leksik lıqdırsa, lıqa qədər olan hissəyə baxacağıq. Yəni bu qarışıq, yəni sifətdən yaranmış isimdir. Ona görə də bir yanlışdır. Mən dərhal variantlardan çıxım ki, biri bizim yükümüz yüngülləşsin. C və Y gedir. İndi davam edək. İkincidən. Bölgə, bəli, bölgə artıq bölmək feilindən yaranmış isimdir. Bəli, 2-ni götürəcəyik. 2 olacaq. 2 hansı variantımıza var? Deməli, B-də gedir. Bizdə artıq ya A-da ya da D-dir. 3-ə baxaq. Döyüşçü, döyüşçü artıq döyüş ismindən yaranmış isimdir. Yəni 3 olmayacaq. Yəni sözün kökü döyüdür, ancaq özü döyüş ismindən yaranır. Buna görə də 3 də olmayacaq. İndi 4-ə baxaq. Sərgi, bəli, sərməkdən sərgi. 4, 5-ə baxaq. Sayıqlıq, xeyr, sayıqlıq. Yəni ümumiyyətlə sayıq sifətdən yaranmış isimdir. Ona görə də olmaz. Ağartı da bəli. Ağ sözün kökü ağarmaq, ağartı, bəli. Yəni feildən yaranmış isimdir. Ona görə də cavabımız olacaq burada A variantı. 2, 4, 6. Aha. 6, daha 5. Azərbaycan hərbi sahədə qazandığı qələbələr Şuşanın düşmən işğalından xilas edilməsi müharibənin taleyində həlledici rol oynamışdır. Cümləsi ilə bağlı doğru deməli fikri müəyyən edin. Baxaq. Gəlin gördüyünüz kimi uzun cümlədir. Bunu təhlil etmək lazımdır. Yenidən oxuyaq. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr Şuşanın düşmən işğalından xilas edilməsi bəli, burada həmcə söz var. Müharibənin taleyində həlledici rol oynamışdır. Nə etmişdir? Rol oynamışdır. Nə? Qələbə. Hansı qələbə rol oynayıb? Azərbaycanın hərbi sahədə qazandığı. Aha. Necə rol oynayıb? Həlledici olsun, zərflik. Nədə?
müharibənin taleyində tamamlıq. Daha sonra və bir dənə, bəli, burada bir dənə müfidamız var, mən onu görmədim. Şuşanın düşmən işğalından xilas edilməsi. Bəli, bir dənə müfidamız budur. Yəni burada bizim 2 dənə müfidamız olacaq. Biri qələbələr, biri isə Şuşanın düşmən işğalından xilas edilməsi. Yəni 2 dənə bizim müfidamız var, həmcins müfidamız var. Deyir ki, A variantında Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və prosesin kapitulyasiya ilə nəticələnməsi tarixi zəfərin nümayiş etdirməsi səbəb oldu. Baxaq, deyir ki, bundan sintaqi təhlili eynidir. Nə etdi? Səbəb oldu. Nə səbəb oldu? Ermənistanın öz məğlubiyyətini etiraf etməsi, prosesin kapitulyasiya ilə nəticələnməsi, bəli. Nəyə səbəb oldu? Zəfərin nümayiş etdirilməsinə, bəli, tamamlıq. Hansı zəfərin? Tarixi zəfərin olacaq təyin. Baxıram ki, sintaqi təhlili eynidirmi? Xeyr. Deməli, baxım, 2 dənə müfidamız, bəli, əslində, bəli. Xeyr, eyni deyil, çünki burada zərflik var, amma burada zərflik yoxdur. Ona görə ay getdim. Xüsusi isimlərin hər ikisi isim birləşmənin aslı tərəfidir. Burada xüsusi isimlər hansılardır? Biri Azərbaycan, biri Şuşa, bəli. İsim birləşmənin aslı tərəfinə baxaq. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr. Xeyr, burada yəni Azərbaycanın hərbi sahədə qazandığı artıq bu təyindir. Ona görə də olmaz. Yəni B-də səhvdir. C-yə baxaq. Bir qrammatik əsasdan ibarətdir. Bir qrammatik əsas nədir? Yəni bir mübtədası, bir xəbəri olan yəni cümlələrə deyirlər. Bəli, cümlə bir qrammatik əsasdan ibarətdir. Çünki cümlədə yəni 2 dənə xəbər yoxdur. Yəni cümlənin həmcins olsa da yəni bir dənə sayılır o. Yəni 2 mübtədası bir xəbər var. Yəni cümlənin 2 qrammatik əsası o zaman olardı ki, yəni cümlə 2 dənə ayrı-ayrı cümlələrdən ibarət olsaydı. Ancaq bu sadəcə bir cümlədən ibarətdir. Ona görə də C doğru fikirdir. Yəni cavabımız olacaq C variantı. D-yə baxaq. Xəbəri məlum növdə olan fe'llə ifadə olunmuş, köməkçi sözlə işlənmişdir. Xəbərimiz bəli bizim rol oynamışdır. Məlum növdədir, bəli, ancaq köməkçi söz yoxdur burada. Yəni hissəcik yoxdur. Oynamışdır. Sadəcə olaraq keçmiş zaman var, bir də dır şəxs şəkilçisi var. Yəni D yanlışdır. Y-yə baxaq. Altından xətt çəkilmiş söz qismət sözü ilə əvəz edilsə leksik norma pozulmaz. Bəli, burada altından xətt çəkilmiş söz taleyində sözüdür. Onun deməli qismət sözündən biz əvəz etsək, müharibənin qismətində həlledici rol oynamışdır. Artıq burada leksik norma pozular. Yəni ancaq bu pozulmaz deyib. Ona görə cavabımız olacaq C variantı. 6. Cərgələrdən birindəki sözlər amonimlik səciyyəsi daşıyaraq sifət və feil kimi işlənə bilir. Dolu sözü amonimdir. Sifət və feil kimi, sifət və isim kimi olur. Yəni feil kimi dolu olmur. Ona görə A getdi. B-yə baxaq. At sifət kimi olmur. Yəni isim feil kimi olur, olmaz. C-yə baxaq. Min yəni say və feil kimi olur, olmaz. Az sifət kimi ola bilmir. Y-yə baxaq. Dik necə olur? Dik bir var, dik yol, necə yol, sifət kimi, bir də var dikmək. Yəni gözünü dikmək məsələn. Sarı olacaq, bəli, sarmaq, feil kimi. Bir də rəng kimi sarı. Sağ da bəli, sağmaq, bir də sağ tərəf, hansı tərəf, sifət kimi. Yəni cavabımız olacaq Y variantı. Baxaq. 7. Söz birləşmələri əsasında uyğunluğu müəyyən edin. Gərginliyin nəticəsi oxuyanlardan biri, böyüklərin duası. Hamısına aiddir, yalnız ikisinə aiddir. Baxaq. Aslı tərəfi yelik halda olan isimlə ifadə olunub. Baxaq, yelik halda olan isimdir aslı tərəfi. Gərginliyin nəticəsi, bəli, burada gərginlik isimdir, doğrudur, yelik haldadır və isimdir. Oxuyanlardan biri, artıq bu yanlışdır, çünki aslı tərəfi yelik hal deyil. Ona görə də artıq yəni A hamısına getməyəcək. Ona görə də indi baxaq görə 3-cüyə aiddirmi? Böyüklərin duası. Burada da yenə də aslı tərəfimiz yelik halda olan sifətdir. Ona görə də A ümumiyyətlə heç birinə getməyəcək. Çünki A sadəcə olaraq bir dənəsinə aid oldu. Görürsünüz ki, yəni sadəcə gərginliyə aid oldu. İkinci ilə, yəni oxuyanlardan biri ilə böyüklərin duasına aid deyil. Ona görə də A-nı mən variantlardan çıxardacağam. Yəni A olmayacaq, B olmayacaq və salam. B-yə baxaq. Tərəfləri quruluqca sadədir. Yəni söhbət hər iki tərəfdən gedir. Aha. Gərginliyin nəticəsi, burada gərginlik düzəltmədir, ancaq nəticəsi sadədir, götürmürük. Oxuyanlardan biri heç biri sadə düzəltmə deyil. Daha doğrusu ikisi də sadədir. Böyüklərin duası burada yəni sadəcə böyüklər düzəltmə duası sadədir. Yəni bu da əslində heç birinə getməyəcək. Çünki sadəcə birinə aid olur. Elə bir variantda yoxdur. Yəni B də olmayacaq. O cəhətdən C və Y də gedir. Yəni cavabımız olacaq D variantı. Biz davam edək. C-yə baxaq. Birinci tərəfi ismə aid qrammatik şəkilçilər qəbul etsə də isim deyil. Bəli, baxaq görə bu hansına gedir. İsmə aid qrammatik şəkilçilər hansılardır? Cəmdir, mənsubiyyətdir, haldır və şəxs şəkilçilərdir. Baxaq. İsim deyil deyir özdə. Gərginlik isimdir, onu götürmürük. Oxuyanlardan, bəli. Oxuyan artıq isim deyil.
Yəni feili sifətdir. İstismar şəkildə qəbul edibmi? Bəli, edib. Yəni oxuyanlar cəmdə qəbul edib, hal da qəbul edib. Üçüncüyə baxaq. Böyüklərin duası bəli. Bu da istismar şəkildə qəbul edib, ancaq isim deyil, yəni sifətdir. Deməli, C gedəcək artıq burada yalnız ikisində. Yəni C gedəcək 2-yə. Bəli, görürsüz ki, variantımızda da özünü göstərir. D-yə baxaq. Mübtədanın ifadə vasitəsi kimi işlənə bilər. Yəni mübtəda ola bilər deyir. Baxaq. Gərginlik nəticəsi oxuyanlardan biri, böyüklərin duası, bu hamısına aid ola bilər. Yəni hamısı mübtəda kimi işlənə bilər. Yəni D gedəcək artıq 1-ə. Y-yə baxaq. Kökü feil olan düzəltmə söz işlənmişdir. Kökü feil olsun, amma düzəltmə olsun. Gərginliyin nəticəsi bəli. Burada sözün kökü gərməkdir. Düzəltmədir, bəli. Oxuyanlardan sadədir. Böyüklərin duası, bəli. Sözün kökü böyüdür, feildir və düzəltmə sözdür. Yəni Y də gedəcək 2-yə. Bəli, cavabımız olacaq burada D variantı. Sonra 8-ci sual. Eyler-Venn diaqramına əsasən doğru cavabı müəyyən edin. Baxaq. Can evimə sığışmayan arzular, bir dünyada neçə dünya arzular. Bir də Aslan bəy anasının yun daradığını görür. Feili birləşmə ilə ifadə olunmuş cümlə üzvü var. Birinci cümləmizi təhlil edək. Can evimə sığışmayan arzular, bir dünyada neçə dünya arzular. Nə edər arzular? Nə? Arzular. Hansı arzular can evimə sığışmayan? Bəli. Görürsünüz ki, burada feili birləşmə ilə ifadə olunmuş cümlə üzvü artıq var. Mən tapdım bunu. Yəni təyin feili sifət tərkibi ilə ifadə olunub. Yəni bir doğru fikirdir. Ancaq ikinciyə də baxaq. Aslan bəy anasının yun daradığını görür. Nə edir? Görür kim? Aslan. Aslan bəy nəyi görür? Anasının yun daradığını. Görürsünüz ki, burada da artıq tamamlığımız dığı, yəni feili sifət tərkibi ilə ifadə olunub. Yəni bir yanlışdır, çünki ortaya getməli idi. O cəhətdən A, C gedir. 2-yə baxaq. Mübtəda ümumi isimlə ifadə olunmuşdur. Birinci cümlədə bəli, arzular ümumi isim idi, doğrudur. Ancaq ikinci cümlədə isə artıq ümumi isim yox, xüsusi isimlə ifadə olunub. Ona görə də 2 doğrudur. 2-ni götürəcəyik. Biz o cəhətdən Y-də gedir. Cavabımız olacaq ya B, ya da D. İndi 3-ə baxaq. Cümlə feili xəbəridir. Baxaq. Birinci cümləmiz bəli, arzular, bir neçə dünya arzular. Yəni arzulayar nə edər? Bəli, burada feili xəbərdir. İkinci cümlədə bəli, görür. Bəli. 2-3, yəni cavabımız olacaq burada B variantı. Biz davam edək. 4-ə baxaq. Hər bir cümlə üzvü söz birləşməsindən ifadə olunub. Xeyr, bu yanlış fikirdir. Çünki Aslan bəy, yəni burada söz birləşməsindən ifadə olunmayıb. 5-ə də baxaq. İkinci dərəcəli cümlə üzvlərinin hamısı iştirak edib deyir. Xeyr, ikinci cümlədə sadəcə olaraq mübtəda, tamamlıq və xəbər var. Ona görə də 5 yanlışdır. 9. Cərgələrin birində bütün sözlərin yazılışı səhvdir. A variantında qafiyə səhvdir, çünki birgə olar. Ancaq qətiyyətdə səhvdir, nümunəvi ancaq doğrudur. Ona görə də A olmaz. Çünki hamısı səhv olmalıdır deyir. B variantında puxtələşmək yanlışdır, T olmalıdır. Referat olmalıdır, yəni A yerinə E olmalıydı. Yəni birinci A, E olmalıydı. Nüsxə də yox, nüsxə olmalıdır. Yəni cavabımız olacaq burada B variantı. C-yə də baxaq. İnatkar yanlışdır, D olmalıydı. Ancaq ixtira düzdür. Ona görə C olmaz. D variantında pedaqoq düzdür. Ona görə olmaz. Y variantı lampa düzdür, olmaz. Yəni cavabımız olacaq burada C variantı. 10-cu sual. Cümlələrin şəxsə görə növü hansı bənddə düzgün verilib? Bütün məclislərdə onun qəhrəmanlığından bəhs edilirdi. Nə edilirdi? Bəhs edilirdi. Nədən? Onun qəhrəmanlığının tamamlıq. Harda? Məclislərdə, hansı məclislərdə? Bütün məclislər. Bəli. Bir yanda onsuz doğru təhlil olunub. Bəli, bu artıq olacaq şəxssiz cümlə. Çünki mübtədamız yoxdur, onun bərpası da mümkünsüzdür. Yəni birinci olur şəxssiz. İkinciyə baxaq. Bütün məclislərdə onun qəhrəmanlığından bəhs edirdilər. Bəli. Nə edirdilər? Bəhs edirdilər. Kim? Artıq görürük ki, yoxdur. Yəni xəbərimiz də üçüncü şəxsin cəmindədir. Bu olacaq qeyri-müəyyən şəxsli cümlə. Yəni cavabımız olacaq C variantı. Birinci şəxssiz, ikinci qeyri-müəyyən şəxsli. 11. Hansı sıradakı sözlərin yeri dəyişdirilsə, cədvəldəki uyğunsuzluq aradan qalxar? Baxaq. Loqaritm bəli, deməli O ilə yazılacaq, samovar isə A ilə yazılacaq. Yəni bunun yerini dəyişdirməyə ehtiyac yoxdur. O cəhətdən A, B və Y gedir. 2-yə baxaq. Bəli, ekskavator ekskavator, yəni A ilə yazılmalıdır. Paravoz isə O ilə yazılmalıdır. Yəni 2-nin yeri dəyişməlidir. 2-ni götürəcəyik. O cəhətdən artıq C də gedir. Cavabımız qalır D variantı. 3-ə baxaq. Trayektoriya A ilə yazılacaq. Stomatologiya isə artıq stomatologiya, yəni O ilə. Deməli 4-dən kanyon A ilə, korrektor isə O ilə, korrektor. 5-də də ki, konsepsiya, yəni düzdür, yəni ehtiyac yoxdur onu dəyişməyə, yəni O ilə yazılır, ancaq A ilə tələffüz olunur. Qarnizon da elə qarnizon, yəni A ilə yazılır. Yəni cavabımız olacaq 2, 3, 4. 12. Uyğunluğu müəyyən edin.
Sözün kökündəki açıq sayt tələffüzdə qapalı sayta çevrilir. Deməli, sözdəki qoşu saytlardan biri tələffüzdə düşür. Sözün tələffüzündə səs artımı baş verir. Baxaq. Səsləyim. Səsləyim necə tələffüz olunur? Səs deyim. Səs deyim. Görürsünüz ki, burada ə hərfi i-yə keçir. Ancaq mən bunu, yəni birə aid etməyəcəm. Çünki orada sözün kökündə deyir. Burada sadəcə olaraq səs deyim, yəni ə i-yə keçir, l d-yə keçir. Yəni burada sadəcə dəyişmə baş verir əslində. Yəni A heç birinə getməyəcək. O cəhətdən A harda varsa mən onu çıxardaram. B, D gedir, Y də gedir. Görürsünüz ki, yəni bir dənə variantda mən nə qədər variantı çıxarda bilirəm. B-yə baxaq. Oxşayır, bəli. Oxşayır, oxşuyur deyilir. Oxşuyur. Görürsünüz ki, burada açıq sayt, yəni A, U-ya keçdi. Yəni və sözün kökündədir. Ona görə də B gedəcək 1-ə. 1-ə də B gedirsə də cavabımız zaten çıxır. Burada A variantı. Biz davam edək. Mətbə. Mətbədə ənin biri düşür, biri uzanır. Bəli, 2-yə gedəcək. D-yə baxaq. Negativ. Negativdə heç bir fərqlənmə olmur. Y-də də ki, təbiət, bəli, səs artımı baş verir. Y gəlir. Ona görə cavabımız olacaq A variantı. 13-cü sual. Hansı cümlədə işlənən ədat başqa indiksiyası ilə amonimli təşkil edə bilər? Yəni, burada ədat olacaq, ədatın başqa bir amonimliyi olmalıdır. Mühəndis Həsənov düz 2 saat idi ki, izahat verirdi. Bəli, burada düz var. Düz ədatdır. Düzün də başqa indiksiyası ola bilər. Yəni, feil, isim, zərf, sifət və s. Biz səninlə tamamilə razıyıq, hörmətli həmkar. Burada deməli, tamam, daha doğrusu ədatımız yoxdur. Ona görə də 2-ni götürmürük. O cəhətdən A gedir, B gedir. Bəli. Qoy ürəmdəkiləri söyləyeyim, onda rahatlıq taparım. Bəli, burada qoy var. Qoy ədat kimi işlənib. Qoyun da feil amonimliyi var. 1, 3. 4-ə baxaq. Di tərpənin, maşın hazırdır, yolçu yolda gərək. Burada ədatımız didir, ancaq di başqa kömək indiksiyası ola bilər. Yəni, başqa indiksiyası ola bilmir ümumiyyətlə. 5-ə baxaq. Dostum, yəni bunu da bilmirsən. Burada yəni var, yəni də burada ədat kimi işlənib, yəni sual ədatı kimi işlənib. Ancaq yəni bağlayıcı kimi də işlənə bilir. Ona görə də cavabımız olacaq 1, 3, 5, yəni C variantı. 14. Nümunədə buraxılmış durğu şərlərini müəyyən edin. Kişi bu dəfə həm təəccüb, həm də heyrətlə Əhmədə müraciət etdi. Qoşu nöqtə tre. Mən baxıram ki, qoşu nöqtə tre varsa artıq B olmayacaq, D də olmayacaq. İkinci cümləmizdə necə deyir? Ay oğul, nə yaman arxayın danışırsan? Axı sənin nəyin var ki? Baxıram ki, burada bir sual işarəsi də olacaq. Yəni, onsuz da variantımızda da var. İndi baxaq. Kişi bu dəfə həm təəccüb, həm də heyrətlə Əhmədə müraciət etdi. Qoşu nöqtə tre. Bir tre burada olacaq. Daha doğrusu qoşu nöqtə tre altda olacaq. Burada səhv qoyublar. Ay oğul, bu xitab olduğuna görə bir vergülümüz olacaq burada. Nə yaman arxayın danışırsan? Bir vergül də burada olacaq. Axı sənin nəyin var ki? Deməli, cavabımız necə olacaq? Qoşu nöqtə bir tre, yəni Y olmayacaq. Ya A-dır, ya da C-dir. Qoşu nöqtə bir tre, 2 vergül. Çünki bir vergülümüz oğuldan sonra idi. Bir vergülümüz də buradadır artıq. Və salam. Cavabımız olacaq A variantı. 15. Hansı cümlədə qrammatik norma pozulmamışdır? Yəni yanlışlıq yoxdur burada. Görünür uzaqda kasıb daxmalar. Burada qrammatik norma pozulub. Çünki burada inversiya var. Ona görə də bir yanlışdır. Baxaq variantımızda biz. Bir yanlışdırsa, yəni biri götürməyəcəyik. B gedir və D gedir. İkinciyə baxaq. Uşağın sifəti qızarmışdı. Xeyr, burada yəni heç bir pozuntu yoxdur. Yəni 2-ni götürəcəyik. 2-də 2 olan variantlar deməli A-da gedir. Cavabımız olacaq ya C, ya da Y. Baxaq. 3-də nə deyir? Deməli, uşaqların çoxu bu fikri etiraz edirdilər. Bəli, burada artıq qrammatik norma pozulub. Çünki uşaqların çoxu etiraz edirdi olmalıydı. Yəni 3 də yanlışdır, 3-ü də götürməyəcəyik, 2-ni götürəcəyik. Uşağı evə gələndə gördülər. Bəli, burada da bir pozuntu yoxdur. 2, 4, 5-ə baxaq. Səninlə necə danışmalıyam? Burada yəni heç bir pozuntu yoxdur. 2, 4, 5. 6-ya baxaq. Bir neçə illərdir ki, onu görmürəm. Yadda saxlayın ki, bir neçədən sonra isim mütləq təkdə olmalıdır. Ona görə də 6-da da pozulub. Yəni cavabımız olacaq burada. 2, 4, 5. Yəni hansı variant? Y variantı. 16. Zərflərin müəyyən növlərinə görə işlənmə arıcılığını müəyyənləşdirin. O ətrafına baxa-baxa ora-bura vurnuxurdu. Burada bizim zərfimiz olacaq ora-bura. Baxa-baxa zərf yox, feili bağlamadı. Ora-bura da olacaq yer zərfi. Yəni mən 3 ilə başlayacağım. O cəhətdən B və Y, C gedir. Bərk tufan olduğundan sahil güclə seçilirdi. Güclə tərz hərəkət. Deməli, necə gedəcək? 3, 1, fermer təsərrüfatında məhsullarlıq 1-ə 5. Bu da olacaq miqdar 3, 1, 4, 2, yəni D variantı. 4-də də geç tez olacaq zaman. 17.
Uyğunluğu müəyyən edin. Feili sifət tamamlıq olsun deyir. Hərəkətin tərzini bildirən feili bağlama işlənib deyir. Məsdər zərflik vəzifəsini işləmişdir deyir. Baxaq. Gülümsüyüb üzümə baxdım. Nə etdi? Baxdı. Necə baxdı? Nə cür baxdı? Gülümsüyüb baxdı. Görürsünüz ki, burada artıq feili bağlama hərəkətin tərzini bildirib. Yəni A gedəcək 2-yə. 2-də A olan harda var? A-da var, demək B-də yoxdur. B və D gedir. C-də gedir və salam. Deyiləni kiçik eşidər. Nə edər eşidər? Kim? Kiçik. Nəyi eşidər? Deyiləni. Görürsünüz ki, burada feili sifət tamamlıq vəzifəsindədir. Yəni B-də gedəcək 1-ə. O cəhətdən artıq mənim cavabım çıxır. Yəni cavabımız olacaq A variantı. Davam edək. Bahar yaxınlaşdıqda təbiət canlanır. Nə edir? Canlanır. Nə? Təbiət. Təbiət nə zaman canlanır? Bahar yaxınlaşdıqca. Bu artıq heç birinə getməyəcək. Çünki burada feili bağlama tərkibi zaman zərfliyi olub. Yəni elə bir variant da yoxdur. Əli Bakıya işləməyə gəlmişdi. Əli Bakıya nə üçün gəlmişdi? Görürsünüz ki, burada yəni nə üçün gəlib? Yəni məqsəd zərfliyi olacaq. Gəlmişdi. Nə üçün gəlib? İşləmək üçün gəlib. Deməli, D də gedəcək məsdər zərflik vəzifəsində. 3-ə gedəcək D. Bəli. 1B, 2A, 3D. C heç birinə getmir. Y də baxaq. Məclisdəkilər susmağı daha üstün tutdular. Burada yəni bu heç birinə getməyəcək. Çünki burada bir dənə məsdər var. O da ki, nəyi üstün tutdular? O tamamlıq olub. Yəni heç birinə getməyəcək. Feili bağlamadı. Feili sifətdə yoxdur. Yəni Y heç birinə getmir. Cavab olur A variantı. Aha, 18. Budaq cümləsi baş cümləyə bağlacı sözlə bağlanan tabeli mürəkkəb cümləni müəyyən edin. Bağlacı söz nədir? Yəni sual əvəzlikləri ilə ifadə olunan. Yəni bu cümlədə birinci budaq cümlə olacaq. Allahyar gördü ki, məsələ ciddidir. Burada budaq başa 2 ilə bağlanıb. Yəni A deyil, bağlayıcı ilə bağlanıb. Yəni kimlə işləmək istəyirsən, onunla da danış. Bəli. Cavabımız olacaq burada B variantı. Çünki burada kimlə istəyirsən, onunla da danış. Görürsünüz ki, onunla da kiminlə bağlayıcı sözünün qarşılığıdır, yəni işlənmişdir burada. Bəli, cavabımız olacaq burada B variantı. C-yə baxaq. Zərnigar xanım da, Salatın da başa düşdü ki, xeyr, burada ki var, yəni ki ilə bağlanıb. D-yə baxaq. Arvadın canına vahimə düşdü, çünki var burada, yəni burada da bağlayıcı ilə bağlanıb. Y-də ki, deyirlər hər ömür bir çaya bənzər. Burada da yenə də intonasiya ilə bağlanıb, çünki heç nə yoxdur burada. Deyirlər ki-ni mən əlavə edə bilirəm burada. Və salam. Cavabımız olacaq B. 19. Yazda dağların əriyən qarı üzü aşağı axaraq kürə qovuşur, onun dumduru sularını bulandırır. Nümunəsindəki cümlə üzvləri haqqında doğru fikri müəyyən edin. Gəlin cümləni təhlil edək, çünki bizdə artıq cümlə üzvlərlə bağlı soruşur. Deməli, necə deyirdi burada? Nə edir? Bulandırır. Nə bulandırır? Yazda dağların əriyən qarı. Dağların əriyən qarı. Mübtəda. Nə zaman? Yazda olacaq zərflik. Nəyi bulandırır? Onun dumduru sularını, tamamlıq. Daha sonra nə edir? Qovuşur. Nəyə qovuşur? Kürə, tamamlıq. Tamamlıq. Sonra necə qovuşur? Üzü aşağı axaraq. Bu da olsun zərflik. Belə. İndi baxaq. Cümlədə sifətlə ifadə olunmuş təyin işlənib. Baxaq görə burada təyinimiz bizim hansı oldu? Qovuşur xəbər oldu. Nəyə kürə? Necə qovuşur? Üzü aşağı axaraq. Bəli. Nə qovuşur? Dağların. Bəli. Burada ümumiyyətlə mən təyin görə bilmirəm. Ona görə də A yanlışdır. Çünki burada təyin kimi çaşdıra biləcəyiniz şey, yəni söz birləşməsinin tərkibində getdiyinə görə onu biz götürmürük. B-yə baxaq. Yazda isimlə ifadə edilmiş zaman zərfliyidir. Yazda xeyr, burada isimlə deyil, zərflə ifadə olunmuş zaman zərfliyidir. Yəni yazda burada isim deyil, buradakı da leksik şəkilçidir. Yəni artıq isimdən zərf yaranıb burada. Ona görə də B yanlışdır. C-yə baxaq. Nümunədə 3 cümlə üzvü söz birləşməsilə ifadə olunmuşdur. Baxaq görək hansı cümlə üzvümüz söz birləşməsilə ifadə olunub. Sadəcə olaraq burada çox qara-qura işlənib deyə testi. Yəni dəqiq görə bilmirəm bəzən. Baxaq görək 3 cümlə üzvümüz hansıdır. Deməli, qovuşur nə? Dağların əriyən qarı. Bəli, bu deməli söz birləşməsilə ifadə olunub. Daha sonra üzü aşağı axaraq. Burada zərfliyimiz olacaq. Feili bağlama tərkibi. Kürə qovuşur, onun dumduru suları. Bəli, bir dənə onun dumduru sularını. Yəni burada 3 dənə cümlə üzvümüz var ki, söz birləşməsilə ifadə olunub. Yəni bizim burada doğru cavabımız olacaq C variantı. Burada qeyd edim. D-yə baxaq. Nümunədə yalnız ismi birləşmələr işlənmişdir. Xeyr, ismi birləşmələr yalnız deyil. Çünki burada üzü aşağı axaraq, yəni feilli birləşməmiz də işlənib. Ona görə də D yanlışdır. Y-yə də baxaq. Cümlədə ismi və feilli xəbərlər vardır. Xeyr, hər iki xəbərimiz feilli xəbərdir. Yəni ismi xəbər yoxdur. Yəni Y də yanlışdır. 20.
Nümunədə tünd qara hərflərlə verilmiş sözlərə aid fikirlərin ardıcıllığını müəyyənləşdirin. Sən vurğunu olma şirin dillərin, bəli, dillərin vurğunu olma, bəli, dillərin olacaq burada, yəni hal şəkilçisi. Sözündə ötkəm ol. Baxaq variantlardan. Sadə sifətdir. Ötkəm, gözəl qızısan, bəli, gözəl, bu olacaq sadə sifət. Yəni biz yuxarıdakıların ardıcıllığını aşağıdakıları seçəcəyik, bəli. Aydındır. Deməli 3 ilə başlayacağıq onda. Vurğunu olma şirin dillər, yəni dillərin vurğunu olma. Bəli, 3 ilə başlayacağıq. O cəhətdən A, D olmayacaq, C olmayacaq. Daha sonra sözündə ötkəm ol. Ötkəm ol ümumiyyətlə feildir. Çünki burada ol sözü birgə götürülür burada. Əmr şəklində olan mürəkkəb feildir. Bəli, 3, 5. Daha sonra sən gözəl qızısan bizim ellərin. Gözəl bu olacaq sadə sifət 3, 5, 1. Bizim ellər, bizim olacaq nə? Hal şəkilçili əvəzlik, bəli. Ümumiyyətlə, şəxs əvəzlikləri yadda saxlayın ki, heç bir zaman mənsubət qəbul edə bilməz. Yəni, buradakı bizim ellər, yəni haldır, yəlik haldır. 3, 5, 1, 2, yəni cavabımız olacaq B variantı. Sonuncuna baxaq, almamsan, heyvamsan, heyvam da olacaq. İsim və mənsubiyyət xəbəri şəkilçisi, yəni bəli, mənim heyvamı mənsubiyyət, sanda şəxs şəkilçisi, yəni cavabımız olacaq B variantı. 21-ci sual. Dünyada səadəti, birlik və qardaşlığı bütün xalqlar, millətlər bərqərar etməlidir. Nümunəsində həmcins cümlə üzvlərini müəyyən edin. Nə etməlidir, bərqərar etməlidir? Kim? Xalqlar, millətlər, bəli, artıq cümlə üzvünün birini tapdım, yəni həmcinsimin birini tapdım daha doğrusu. 1. Cavabımız olacaq ya B ya da Y. Daha sonra səadəti, birliyi və qardaşlığı, bəli. Bu da olacaq artıq tamamlıq. Yəni cavabımız olacaq 1 və 3, yəni Y variantı. 22-ci sual. Əlavənin hansı cümlə üzvünə aid olması ilə bağlı ardıcılığı müəyyən edin. Durğu şərləri buraxılmışdır. Səmanın dərinliklərində ağ buludların arasında 2 qartal uçurdu. Baxıram ki, burada əlavəmiz bizim ağ buludların arasında. Yəni harada ağ buludların arasında. Yəni bu olacaq zərflik. 3 ilə başlayacağıq. A, Y və C gedir. O günlərin xatirəsi hələ də bizimlə, qanlı qadalı günlərin canlı şahidləri ilədir. Bəli, o günlərin xatirəsi hələ də bizimlədir. Yəni, burada bizim əlavəmiz qanlı qadalı günlərin canlı şahidləri budur əlavə. Bu olacaq xəbər. 3, 4. Leyli və Məcnun operası Üzeyir Hacıbəyovun ölməz əsəri bir çox ölkələrdə tamaşaya qoyulmuşdur. Burada bizim əlavəmiz Üzeyir Hacıbəyovun ölməz əsəri. Yəni, nə? Bu olacaq mübtəda. 3, 4, 1, yəni cavabımız olacaq D variantı. O birisindən də baxaq. Aşıq Səfər sazı dostunun yadigarını son dəfə əlinə götürdü. Nəyi götürdü? Sazı, yəni dostunun yadigarını. Bu da olacaq tamamlıq. Davam edək. 23. Açıq suallara başladıq. Cümlələrə əsasən doğru fikirləri müəyyən edin. Günəş qalxıb dağları, meşələri brilyant kimi şəffaf işığa qərq etdi. Sanki günəşdən qaçan süd kimi ağ duman layları sürətlə qərbə tərəf sürünürdü. Baxaq, hər iki cümlədə həm şəxsə və kəmiyyətə görə dəyişə bilən, həm də dəyişə bilməyən feil işlənmişdir. Yəni, demək istəyir ki, hər iki cümlədə həm feili sifət, feili bağlama məstər üçündən hər hansı biri, həm də təsviflənən feillərdən, yəni feilin şəkillərindən biri işlənsin. Baxıram, günəş qalxıb dağları, baxın, bir qalxıb burada feili bağlama, yəni qalxaraq, belə deyəcəyik, qərq etdim. Bəli, həm burada təsviflənən feil işlənib, qərq etdi, həm də təsviflənməyən feil işlənib, qalxıb. İkinci cümləyə baxaq. Sanki günəşdən qaçan var burada feili sifət, təsviflənməyən feil. Süd kimi ağ duman layları sürətlə qərbə tərəf sürünürdü. Bir dənə də burada şəxsi kəmiyyətə görə dəyişən, yəni təsviflənən feil, yəni xəbər şəklində olan bir feil var. Yəni bir doğru fikirdir. Ancaq doğru fikir dediyinə görə biri götürəcək, elə bildim yanlış fikir deyil. İkinci cümlədə qayıdış növdə olan feil keçmiş zamandadır. İkinci cümləmizdə bizim qayıdış növümüz sürünürdü. Sürünürdü, keçmiş yox, indiki zamandadır. Yəni sürünür idi. Ona görə də 2 yanlışdır. Hər iki cümlənin qrammatik əsasını təşkil edən üzvlər söz birləşməsindən ifadə olunub. Yəni qrammatik əsas nədir? Mübtəda və xəbər. Yəni hər ikisindən mübtəda və xəbər söz birləşməsi olsun deyir. Baxaq. Günəş qalxıb dağları, meşələri nə etdi? Qərq etdi. Elə buradan baxıram ki, yanlışdır bu fikir. Çünki qərq etdi xəbərdir, ancaq söz birləşməsi ilə ifadə olunmuyub. Yəni heç bunu uzatmağa ehtiyac yoxdur. 3 yanlışdır. 4-ə baxaq. Birinci cümlədə işlənən bütün sözlərin quruluca növü eynidir. Baxaq, günəş sadədir, qalxıb, xeyr, elə az öncə mən qeyd etdim, qərq etdi, onsuz da mürəkkəb feildir. Yəni
4 də yanlışdır. Yəni burada hamısı eyni deyil. Günəş sadə, qalxıb dağları, meşələri brilyant kimi şəffaf işığı hamısı sadə, ancaq həqiqətən mürəkkəbdir. Ona görə də 4 olmayacaq. 5-ə baxaq. İkinci cümlədə həm zərf, həm də zərflik işlənib. Yəni cümlə üzvü olaraq zərflik olacaq, nitq səsi olaraq da zərf olacaq. Gəlin biz əvvəlcə zərfi axtaraq görək burada zərf varmı? Bəli, görürəm burada var. Sürətlə var, burada zərfimiz var. Görə zərfliyimiz də varmı? Əlbəttə ki var. Sürünürdü, haraya sürünürdü? Qərbə tərəf. Necə sürünürdü? Sürətlə, bəli. Ona görə də 5 doğrudur. Deməli 1, 5, 6-ya baxaq. İkinci cümlədəki düzəltmə sözlərin hər biri fərqli nitq səsidir. İkinci cümlədə bizim düzəltmə sözümüz hansıdır? Sanki günəşdən qaçan süd kimi ağ duman layları sürətlə var. Bir budur, bir də sürünürdü. Burada düzəltmədir. Hər biri fərqli nitq səsidir. Bəli, biri zərfdir, biri isə feildir. Yəni bizim yekun cavabımız nə oldu? 1, 5 və 6. Baxaq 24-cü sualım. Hansı cümlələrin tərkibində qrammatik mənası müxtəlif cür düşünülə bilən söz var? Yəni fərqli nitq səsi kimi düşünülə bilən söz var deyir burada. Nə maraqlıdır? Bəli. Burada nəni götürəcəyik? Nə burada bir sual əvəzliyi kimi işlənə bilər? Yəni nə maraqlıdır? Yəni sənin üçün nə maraqlıdır? Bir də var nə maraqlıdır? Yəni ədat kimi. Necə də maraqlıdır mənasında. Yəni biri götürəcəyik. 2-yə baxaq. Nə yaxşı insandır? Xeyr. Burada yəni buradakı nə artıq qüvvətlənici ədatdır ancaq. Necə də yaxşı insandır mənasında götürməyəcəyik. 3-ə baxaq. Ancaq sən bu suala cavab vermədin. Bəli, burada ancaq da iki cür düşünə bilərik. Həm ədat kimi, məhdudlaşdırıcı ədat kimi. Yəni ancaq sən bu suala cavab vermədin. Yəni yalnız sən mənasında. Bir də burada ancaq amma kimi düşünmək olar. Yəni amma sən bu suala cavab vermədin. Yəni bağlayıcı kimi. 1, 3, 4-ə baxaq. Elə oturmuşdu ki, narahat olmağa başladıq. Hə, burada eləni iki cür düşünmək olar. Bir var, elə oturmuşdu ki, yəni ədat kimi, yəni elə o dəqiqə oturmuşdu ki, o mənada. Zaman məzmunu bildirirən sözdür, həm də burada oturmuşdu ki deyəndə. Yəni az öncə bu dəqiqə oturmuşdu ki, narahat olmağa başladıq. Bir də elə oturmuşdu ki, yəni əvəzlik kimi. Yəni 1. Burada sonra sözü iki cür düşünülür. Bir var, bizdən sonra danışar. Yəni indi danışmasın, sonra danışsın. Yəni burada sonranı zərf kimi düşünmüyorlar. Bir də var, bizdən sonra danışar. Yəni əvvəlcə biz danışaq, sonra o biz danışsın. Yəni qoşma kimi. Yəni həm burada sonra ayrıca kimi götürülür. Danışar nə zaman? Sonra. Belə. Bir də var, danışar nə zaman danışır? Bizdən sonra. Yəni həm qoşma kimi, həm də zərf kimi götürmək olar. 1, 3, 4, 5, 6-ya baxaq. Bu hadisə yaydan əvvəl baş vermişdi. Burada artıq əvvəl sadəcə olaraq qoşma kimi işlənir. Yəni nə zaman baş verib? Yaydan əvvəl. Yəni buradakı əvvəli ayırmaq olmur. Çünki mənasız çıxır ona görə. Baxaq. 25. Verilmiş cümlələrlə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Yamaçlar təzə açılan bahar çiçəklərlə doluydu. Külək güllə kimi vıyıldayaraq ağacların budaqlarını onun üzünə çırpırdı. Birinci cümləyə doğru fikirlərə baxaq. Bütün cümlə özləri bir-biriyle sintaktik əlaqədədir. Ümumiyyətlə, bu tipli, yəni birinci cümlədə yazılan fikir çox zaman səhv çıxır. Çünki mübtə ilə tamamlıq bir-birinə əlaqəyə girmir. Mübtə ilə zərflik bir-birinə əlaqəyə girmir. Eyni zamanda tamamlıqla zərflik bir-birinə əlaqəyə girmir. İndi ola bilən cümlələr də ola bilər. Amma bu tipli cümlələrdə yəni yüksək ehtimalla bir həmişə yanlış olur. Amma biz yenə də təhlil edək. Yamaçlar təzə açılan bahar çiçəklərlə doluydu. Doluydu xəbər, nə yamaçlar, nə ilə doluydu? Bahar çiçəkləri ilə, hansı bahar təzə açılan, yəni düzgün təhlil olunub burada. Elə dediyim kimi, yəni burada məsələn mübtə ilə tamamlıq bir-birinə əlaqəyə girirmi? Yəni yamaçlar təzə açılan bahar çiçəkləri ilə. Görürsünüz, yəni bir əlaqə yoxdur, bir məntiq yoxdur. Ona görə də bir yanlışdır. Biri götürmürük. 2-yə baxaq. Xəbər sifət, təyin isə feili sifət tərkibi ilə ifadə olunmuşdur. Xəbərimiz doluydu, bəli sifətdir. Təyinimiz də bəli, təzə açılan hansı feil sifət tərkibinə ifadə olunub. Ancaq biz ikinciyə də baxaq, bəlkə burada ortaya gedəcək. Külək güllə kimi vıyıldayaraq ağacların budaqlarını onun üzünə çırpırdı. Nə edirdi? Çırpırdı. Nə? Külək. Nəyə çırpırdı? Onun üzünə tamamlıq. Burada yanlış çəkilib tamamlıq olacaq bu. Çünki onun üzü məkan deyil. Ona görə də bu zərflik deyil. Nəyi onun üzünə çırpırdı? Ağacın budaqlarını. Bu doğrudur. Tamamlıq. Necə? Güllə kimi vıyıldayaraq zərflik, yəni feili bağlama tərkibinə ifadə olunub. Bəli. İndi baxaq. Burada nə deyirdi? Təyin feil sifət tərkibinə ifadə olunub. İkinci cümlədə ümumiyyətlə feil sifət yoxdur. Ona görə də yəni 2-nin ortaya getməsinə ehtiyac yoxdur. 2-ni götürəcəyik. İndi deyir ki, ikinci cümləyə aid yanlış fikir. Baxaq, qoşma ilə işlənmiş söz müstəqil cümlə üzvüdür və xəbərlə birbaşa qrammatik əlaqədədir. İkinci cümlədə bizim qoşma ilə işlənmiş sözümüz hansıdır?
Güllə kimi vıyıldayaraq. Güllə kimi, bəli. İndi burada baxaq. Qoşma ilə işlənmiş söz, yəni güllə kimi. Güllə kimi. Müstəqil cümlə üzvüdürmü? Xeyr. Çünki burada güllə kimi ayrıca cümlə üzvü olmayıb axı. Yəni güllə kimi vıyıldayaraqla birləşib bir cümlə üzvü olub. Yəni müstəqil deyil. Ona görə də 3 yanlışdır. 3-ü götürəcəyik. 3. 4-ə baxaq. Tamamlıqlar ismi birləşməklə ifadə olunmuşdur. Doğru fikirdir. Çünki burada 2 dənə tamamlığımız var bizim. Ağacların budaqlarını, bir də onun üzünə. Bəli, hər ikisi də ismi birləşməklə ifadə olunub. Yəni 4-ü götürməyə ehtiyac yoxdur. Doğru fikirdir çünki. Hər iki cümləyə aid ortaq doğru fikir. Baxaq, mübtədanın ifadə vasitəsi isimdir. Birinci cümlədə bizim mübtədamız yamaçlar, bəli, isimdir. İkinci cümlədə bəli, bizim mübtədamız isimlə ifadə olunur, bəli. 2, 3, 5, hələ ki 6-ya da baxaq. Bütün ikinci dərəcəli cümlə üzvləri işlənmişdir. Baxaq, xeyr, birinci cümlədə məsələn zərflik yox idi. Ona görə də altda yanlışdır. Cavabımız olacaq 2, 3 və 5. Davam edək 26. Nümunədəki feillərə əsasən düzgün fikirləri müəyyən edin. Könül bir quşdur ki, sevməz əsarət, bir feilimiz burada. Daim çırpınır, bir feilimiz burada. İstəyir, bir də burada. Baxaq. Bütün feillər xəbər şəklində indiki zamandadır. Xeyr, bu yanlışdır. Çünki sevməz qeyri-qəti gələcək zamanın inkarıdır. Ona görə də bir yanlışdır. 2-yə baxaq. Feillərdən biri qayıdış, ikisi məlum növdədir. Sevməz məlumdur, istəyir məlumdur, çırpınır, bəli. Artıq çünki burada könül, yəni ürəyin özü çırpınır. Ona görə də doğrudur. 2-ni götürəcəyik. 2-ni götürürük, 3-ə baxaq. Bütün feillərin tərkibində 2 şəkilçi var. Sevməz sözündə bəli 2 şəkilçi var. M inkar, əz də qeyri-qəti gələcək zaman şəkilçisi. Çırpınırda çırp sözün kökü ın, ır. İstəyirdə ancaq bu yanlışdır deməli. Çünki burada çırpınırda 2 dənə var, istəyirdə isə 1 dənə var. Ona görə də 3 yanlışdır, 3-ü götürmürük. 4-ə baxaq. Feillərdən heç birinin kökü amonim deyil. Baxaq. Sevməzin kökü sevdir, sevin amonimliyi yoxdur. Çırpınır, çırpmaq sözün kökü, yəni çırpdır, yəni burada da amonimlik yoxdur. İstəyirdə də xeyr, istəmək yoxdur. Bəli, 4-ü götürəcəyik. Davam edək. Məlum növdə olan feillərdən biri sadə, digəri düzəltmədir. Bizim burada məlum növümüz bir sevməz oldu, bir də istəyir oldu. Bunların hər ikisi də sadədir, ona görə də 5 də səhvdir. 6-ya baxaq. Feillərdən biri inkarda, ikisi təsdiqdədir. Sevməz inkardır, çırpınırla istəyirsə təsdiqdədir. Deməli, cavabımız olacaq bizim burada 2, 4, 6. 7-ci sual. Frazeoloji birləşmələrin sinonimliyi ilə bağlı uyğunluğu müəyyən edin. Baxaq, boynundan atmaq, cin atına minmək, gözə kül üfürmək. Gözdən pərdə asmaq, bəli, A gedəcək, yəni bu aldatmaq mənasında gedir, yəni 3-ə gedəcək A. Aha, deməli, biz burada qeyd edək. 1, 2 və 3. 3-də olacaq A. Zəncir çeynəmək, bu gedəcək 2-yə, çünki əsəbləşmək deməkdir. 2-yə gedəcək B. Yaxasını kənara çaxmaq, bu artıq boynundan atmaqdır. Yəni 1-ə gedəcək D. Hirsi başına vurmaq, bu da əsəbləşmək mənasında, yəni 2-yə gedəcək. Yəni cavabımız olacaq 1D, 2B və 3A.